Aqil bəy, Makron Azərbaycan siyasətini niyə dəyişdi? Baxın, əslində Makronun etdiyi heç də gözlənilməz deyil. Çünki xalqların və dövlətlərin xarakteri olur. Fransızların tarixində də gücə uyğunlaşmaq refleksi olub. Məsələn, 14-cü Ludovikin dişi düşdüyü üçün Parisə Paris deyirdi. Bu danışıq tərzi saray əyanı tərəfindən təqlid edildi və bu zamanla xalqın danışığına çevrildi. Yəni, bu gündə Makron illərlə sərt danışdığı Azərbaycanla dialoq axtarırsa, bu təsadüfi deyil. Çünki artıq regionda reallıq dəyişib və Azərbaycan bölgənin əsas güc mərkəzinə çevrilib. Fransa Ermənistanın yanında ola bilər, hətta bacısı olması da bizim üçün problem deyil. Amma eyni zamanda bu bacı görür ki, Cənubi Qafqazda oyunun qaydaları artıq İlham Əliyev tərəfindən müəyyənləşdirilir. Diplomatiyada buna bir ad verirlər. Bükə bilmədiyi əli öpmək. Yəni gücün qarşısında mövqe dəyişmək ki, bu da Fransa üçün yeni deyil.